Məktəbə ayağımızı qoyanda gördüm otaqdan bir Qarabağ şikəstəsi gəlir. Bu musiqi məni duyğulandırdı həqiqi. Bizim Toğrul'la tanışdığımız Dövlət Uşaq Filarmoniyasından başlayıb, sonra gəlmişik konservatoriyada bir ildə daxil olmuşuq, qrup yoldaşı olmuşuq. Toğrul haqqında həqiqətən sözlər, cümlələr qurmaq, o qədər nümunəvi insan, həm dərsdə, həm çöldə, həm nə bilim evdə. Yəni həqiqətən o insanı sözlə ifadə eləmək, deyərdim ki, sözlər acizdir həqiqətən də. Toğrul'la biz konservatoriyadan öncə səfərdə Türkiyədə olmuşuq. İndi məndə hətta biz ora getmişik, mən tar, kamança, trio şəklində. Toğrul ora getdi, orkestrdə ifa eləməyə. Toğrul'a yazılan, Toğrul'a ki, diplom verilməli idi. Orada səhvən mənim adımı yazdılar. İndi o diplom məndə də evdədir. Əslində o Toğrul'un idi. Sonra zəng elədim ki, Toğrul, bəs o diplomu verim sənə. Dedi, yoxdur, o sənin adına yazılıb. Yəni, belə bir xatirələrimiz olub Toğrul'la. Nə bilim, efirə gedirdim harasa, Toğrul'un tarih sədəfli idi. Zəng elədim ki, Toğrul, gəlim sənin aləti götürüm. Yəni, sonra konservatoriya dönəmində biz Elçin müəllimi sinifində bir yerdə oxumuşuq, ixtisasdan, muğamla. Elçin müəllimə biz çox tələbkardı, onun öhdəsindən ancaq belə necə deyim, Toğrul, yəni %100 həmişə Elçin müəllimə dərsə girməmişdən qabaq Toğrul bunun burası tək mən yox, elə imtahanlar vaxtı da bizdə məsələn konservatoriyada olurdu, rəqs keçirdik 30 dənə. İmtahanı o ifa eləmək üçün imtahan günü hamı gəlirdi ki, Toğrul bir dənə gəl bu rəqsi, Toğrul gəl bir dənə. Həqiqətən də, yəni dərs baxımından da çox nümunəvi, çox belə. Həmişə mən özüm, məsəl üçün, nə qədər ifaçılıqla məşğul olsam da, hər zaman, məsəl üçün, Toğrul'la məsləhətləşirdim, gəlirdim, Toğrulgildə evdə otururduq. Toğrul'la bizim son görüşümüz də oldu, elə mən konservatoriyanın yanından keçirdim, Toğrul magistr oxuyurdu. Gördüm, əlində tarla gedir, konservatoriyanın yanında saxladım maşını ki, Toğrul, hadi evə gəldi, görüşdük. Dedi, əskər getmək istəyirəm, magistri qutarım, gedim əskər. Onun xəyallarından biri də o gedib əskəriyə gəlib hərbi orkestrdə işləmək istəyirdi. Əskəriyə getməmişdən bir gün qabaq qardaşı Ülvi ilə birgə mənə görüntülü zəng vurdular. Biz xeyli danışdıq. Sonra qardaşı Ülvidən maraqlanırdım. Təbii ki, biz onda telefon işlədə bilmirdi. Orada əlaqə saxlamaq mümkün olmurdu. Mən Ülvidən soruşurdum, yanına gedib gəlirdi. Deyirdi, hər şey qaydasındadır. Və Toğrul şəhid olan gün mənə bir qrup yoldaşım zəng vurdu və bu xəbəri çatdıranda, inanırsınız, bəlkə də mən ondan bir təkrar bir 10 dəfə soruşdum. Elə bir şok vəziyyətinə düşmüşdüm ki, sən nə danışırsan, belə bir şey necə ola bilər? Həqiqətənmi bu belə bir şey? Yəni, qəbul eləmək olmurdu. Yəni, ən azı bir 2 gün, 3 gün mən həqiqətən onun şokunda qaldım. Çünki çox çətin idi. Eşidən kimi mən getdim Toğrulgilə və orada mənzərəni gördüm və Allah rəhmət eləsin, Toğrul həqiqətən də qəhrəmandır.
həqiqətən də qəhrəman kimi döyüşüb. Çox gözəl insan, gözəl sənətkar, çox yaxşı dost idi. Allah rəhmət eləsin. Toğrul barəsində çox sözlər danışa bilərəm, çox gözəl xatirələrimiz var. O mənim yaddaşımda, xatirəmdə bir ədəbli, tərbiyəli, bacarıqlı, sənətini sevən, vətənini sevən, dərslərə çox məsuliyyətli, gələcəyinə ümid bəslədiyim bir ifaçı, müəllim. Bax, bu kimi sadaladığım keyfiyyətləri ilə yadımda qalıb, yaddaşımda qalıb. Əlbəttə, tələbə baxdı, onu qeyd edim ki, o əvvəl mənim sinifimdə oxumurdu. Amma valideynlərinin, atasının xüsusi təkidi ilə, mən onun xahişi ilə demişdim ki, mən adətən olur, deyirəm ki, biz hamımız belə öyrənmişik, bir siniflərə gedib öyrənmişik. Nə olsun, başqa müəllimdə oxuyur, gəlsin, getsin dərsimə, otursun, qulaq assın və mənə lazımdır ona keçəcəm. Və mən onunla bir il elə məşğul oldum. Sonra atası xüsusi təkid elədi ki, yox, mən istəyirəm ki, mənim övladım sizin adınızla getsin, o tələbə olması və onu xahişini burada, yəni ona söz vermişlər ki, bir ildən sonra bunu eləyərik və kafedrada onu mənim sinifimə rəsmi olaraq keçirdilər və o həm bakalavr dərəcəsini, həm də sonraki illərdə magistr pilləsini də mənim sinifimdə təhsil aldı, qurtardı. Biz əslən Füzulidənik, Füzuli rayonundanıq. Bu 93-cü ildə ermənilərin Füzuli rayonunun Qarabağ işğalı ilə əlaqədar olaraq eyni zamanda bizim rayonumuzda işğal elədi ermənilər. Biz oradan köçkün düşdük. Heç onda Toğrul dünyaya gəlməmişdi. Amma Toğrul belə bir həm köçkün ailəsində anadan olub, həm atası 1-ci Qarabağ müharibəsinin qazisidir. Belə bir ailədə anadan olub Toğrul. Belə bir ailədə böyüyüb. Biz bu evə 2009-cu ildə köçmüşük. Əslində biz də bütün məcburi köçkünlər kimi bir zavodun bir balaca otağında məskunlaşmışdıq. Çox çətinliklə, öz əməyimizlə uşaqları böyütdük. Ailədə 2 övladımız, oğlan övladımız böyüyürdü. Toğrul da uşaqlıqdan çox qeyri-adi uşaq idi. Mən həmişə bunu deyirəm. Çox qeyri-adi uşaq idi. Musiqiyə sevgisi mənim musiqiyə sevgimdən bəhrələnib. Çünki mən özümdə bir Qarabağlı kimi həqiqi musiqiyə çox həvəsim var idi. Özüm hansısa bir alətdə həmişə istəmişəm çalım. Musiqiyə çox böyük bağlılığım var idi. Amma bu mənə nəsib olmamışdı deyə mən övladlarımın ikisini də musiqi məktəbinə qoydum. Yönəltdim onları musiqi məktəbinə. Toğrul elə məktəbə əlindən tutub apardım. Onda Toğrul 3-cü sinifdə oxuyurdu. Elə oldu ki, Toğrul çox balaca idi, biraz da cılız uşaq idi. Qolunun gücü çatmırdı tara. Amma yavaş-yavaş çox çalışdı üstündə, çox çalışqan, çox məsuliyyətli uşaq idi, çox. Toğrul belə möcüzə oldu da. Yəni musiqiyə elə bağlandı, tara elə bağlandı ki, mən heç düşünməzdim ki, Toğrul bu dərəcədə musiqini belə çalsın. Mən uşaqları ona görə aparmışdım ki, onlar bir musiqi alətində ifa eləyə bilsinlər. Daha bunu musiqiçi olsun deyə doğrusu heç fikirləşməmişdim. Amma get-gedə Toğrul tarına elə bağlandı ki, hətta Toğrulun böyük tar almalıydıq ona, tarı çox balacaydı. Bizim maddi imkanımız çatmırdı ona. Mən özüm üçün məktəbə təzə işə düzəlmişdim. Özüm üçün bir palto almalıydım ki, qışda soyuq olmasın. Ona yığdığım pulu mən onun tarına verdim, inanın. Dedim, mən bu qışı ev yoxdur, belə də keçirərəm.
biz ona tar aldıq. Yəni dedim ki, ifa çox həvəsli idi, çox. Dedim mən paltarsız olaram, amma o tarsız olmasın, qoy onun tarı olsun. Toğrul 2010-cu ildə heç yadımdan çıxmaz, anası ilə bir il birlikdə burada ansamblın üzvü olmaq üçün yazılmağa gəlmişdilər. Və mən çox boyu bəstə, tar özündən hətta böyükdü deyərdim. Və gəldilər, onu dinlədim. O zaman uşaq musiqi məktəbində təhsil alırdı. Onu dinlədim, gördüm ki, çox gözəl musiqi duyumu, çox gözəl istedadı var. Və elə həmin gündə anasına dedim ki, bəli, o ansamblın üzvü olacaq. İllərlə bizim konsertlərdə iştirak etmişdir. Hətta bu səhnədə belə onun solo ifaları olmuşdu. 2013-cü ildə Türkiyədə olimpiyada keçirilirdi. 32 dövlətdən orkestr yığılırdı. Azərbaycandan da mənə müraciət olundu ki, yəni tar ifaçısı Türkiyəyə göndərim. Düşündüm ki, ansamblın təbii ki 25 üzvü var idi. Kim gedə bilər? Çünki o müəllimsiz gedəcəkdi. Yəni tək Azərbaycanı o təmsil edəcəkdi və onun yanında mən də olmayacaqdım. Yalnız düşündüm ki, Toğrul gedə bilər. Toğrul 2013-cü ildə Türkiyəyə yola saldıq və 32 ölkədən musiqiçilər gəlmişdi, orkestrda ifa edirdilər. 5 gün sonra mənə Türkiyədən zəng gəldi. Dedilər, inanın, burada 32 uşaq var orkestrda, amma Toğrul, biz elə bilirik ki, Toğrul tam bir fərqli bir uşaqdır. Çünki deyir, o qədər deyir, özünü tərbiyəli, mədəni, hətta yemək belə çəkinə-çəkinə yeyir. Toğrul bir ay Türkiyənin bütün şəhərlərini gəzdi o orkestrla və diplomlarla qayıtdı, təşəkkürlərlə və ilk təşəkkür də dediyim kimi mənə zəng elədilər ki, çox sağ olun ki, Azərbaycanı belə təmsil edən bir gənc göndərmisiniz. Ay dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Dağlarda duman gözəldir, qaşların kaman gözəldir. Üstünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Üstünə heç bir söz olmaz, gözlərin yaman gözəldir. Bizim bir komandirimiz var idi, bir əsgərlərlə məlumat toplayırdı, kim hansı ixtisasdadır, hansı belə deyək ki, rayonun çağırışçısıdır və orada biləndə ki, mən xanəndəyəm və orada deyirlər ki, bəs burada da bir tar ifaçısı var və Toğrul adında. Mən heç ağlıma gəlməzdi ki, biz belə deyək, burada da birlikdə bir eyni taborda xidmət eləyək. Komandir tapşırığı ilə Toğrul öz alətini gətirdi hərbi hissəyə və bu asudə vaxtlarımızda, əsgərlərimizin boş vaxtlarında, belə deyək, əsasən bazar günləri olurdu bu vaxtlar. Biz çalışırdıq ki, musiqilərimizi belə deyək, təkrarlayaq. Diləyib tanımaz görsə məni, görsə məni, görsə məni. Adağlar, qoca dağlar, adağlar, qoca dağlar, adağlar, uca dağlar. Və elə oldu ki, bizim bu düşmənin əks hücumu nəticəsində başlayan döyüşlərdə də 44 günlük savaşda da iştirak eləmək bizə nəsib oldu. 26-sından 27-sinə keçən gecə və bu andan etibarən biz artıq belə deyək, əbədi əzəli torpaqlarımıza doğru irəlilədik. Allah rəhmət eləsin şəhidlərimizə. Toğrul oktyabrın 8-də şəhid oldu. Amma onun şəhid xəbərini elə öz əsgər yoldaşları dedi, hansı ki biz hücuma gedəndə bölüklərlə irəliləyirdik. Mən ikinci bölükdə iştirak eləmişəm, Toğrul isə üçüncü bölükdə idi. Və Toğrul yaralananda onun döyüş yoldaşları dedi ki, bəs Tarzən yaralanıb. Amma yəni dedilər, yarası yüngüldür, yəni çox da ağır deyil. Amma biləndən sonra ki, artıq şəhiddir, istər mənim üçün, istər digər yoldaşlarımız üçün. Sözsüz ki, döyüş itkisiz olmur. Burada Toğrulun da şəhid xəbəri gəlsə, hər kəs
pis olardı, digər döyüş yoldaşımızın da. Çünki artıq 5 ay idi ki, biz eyni taborda xidmət eləyirdik və bir-birimizə alışmışdıq, digər yoldaşlarımız. Allah rəhmət eləsin şəhidlərimizə. Şəhidlər heç vaxt ölmür əlbəttə ki. Yəni o şəhidlərin sayəsində biz 44 günlük müharibədə zəfər çaldıq və başımız uca, alnımız açıq oldu əlbəttə ki. O qazilərimizin və şəhidlərimizin sayəsində. Və bizim Milli Konservatoriyamızın da tələbəsi Toğrul o 44 günlük müharibədə çox qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldi. Mən Toğrulu çox yaxşı tanıyırdım. Ona görə ki, bizim Elçin Həşimovun tələbəsi idim. Mən Elçinin tələbələrinin hamısını tanıyırdım yəni. Və dəfələrlə onun şahidi olmuşdum ki, Elçin ondan o qədər çox razılıq eləyirdi ki, çox yüksək nizam-intizamlı, çox tərbiyəli, çox vətənpərvər bir övlad idi. Və o könüllü olaraq əlbəttə ki, o getdi orada döyüşməyə. O, təbii ki, hər kəsin canı şirindir, amma vətən uğrunda hər kəs o şüarlar deyir, amma yeri gələndə görüyor canın qurban verirmi? Çünki onun valideynlərindən irəli gəlmişdi bu. Çünki mən onun valideynlərini tanıyandan sonra gördüm ki, həqiqətən həm onun anası, xüsusi olaraq onun anası bir müəllimədir və o çox böyük bir təbliğatçıdır, mən deyərdim ki, o 1-ci Qarabağ müharibəsinin Xocalı faciəsi barədə, Qarabağ müharibəsi haqqında çox təbliğatlar apardı və onun həm atası, həm anası və qardaşını da mən onu tanıyırdım. Əlbəttə ki, biz onu heç vaxt unutmuruq. O hər dəfə o anım günündə, onun doğum günündə biz bütün o tələbələri toplayırıq. Çünki mən düşünürəm ki, gənclər o igidlərin o salnaməsin, onların o döyüş yolunu öyrənməlidirlər. Toğrul bizim ailədə böyüyüb, məktəbə gedib. Mən də 1-ci Qarabağ müharibəsində iştirak eləmişəm. Həmişə ailədə bizim aramızda müharibənin gedişləri vaxtında belə bir söhbətimiz olurdu. Orada gedən döyüşlərdən, necə döyüşmüşük, necə yaralanmışıq. Bizim də düzdür, 1-ci Qarabağ döyüşlərində çox gözəl döyüşçülərimiz olub, gözəl nailiyyətlərimiz olub. Ancaq belə gələndə torpaqlarımızın çoxu o vaxtki vəziyyətə görə çoxunu itirilmişik. 1-ci Qarabağ döyüşlərində mənim 3 dayım oğlu məndən bir yerdə xidmət eləyib. İkisi şəhiddir, biri də itkindir, tapılmayıb. Həmişə Toğrul'la danışanda bu haqda danışırdıq, soruşurdu müharibədən. Həm də ondan da qabaq 2009-cu ildə hərbi tapşırığı yerinə yetirən vaxtı mənim böyük qardaşımın oğlu şəhid olmuşdu Murov dağda. Belə söhbətlərimiz olurdu. Sonra hərbi xidmətə getdi. Orada da yaxşı, həqiqətən də mən hərbi hissələrində də oldum. Qəşəng əsgəri xidmətin, zabitlərin verdiyi bütün döyüş əməliyyatlarında layiqincə hərəkət eləyib. Adı şərəf lövhəsində idi. Heç müharibə başlamamış. Sonra müharibə başladı. Biz müharibə başlamamışdan bir gün qabaq təsadüfən getdik, yarı yolda ona zəng elədim, dedim gəlirik, dedi gəlmə, görüşə bilməyəcəyik. Dedim də yola çıxmışıq da gələrik, laf nətər olsa görüşərik. Gəldik də oradan da heç bizim həqiqətən də xəbərimiz yox idi ki, sabah müharibə başlayır. O vaxt heç kəs inanmırdı ki, müharibə başlayanda da mən təəccüb elədim ki, yəni müharibə, orada da biz hərbi hissəyə getdik, hiss eləmədik. Nəysə, yolda dedi ki, gəlmə, görüşə bilməyəcəyik. Çünki o vaxt əsgərlərin içinə başqa səfərbərliklərlə də gələn var idi. Orada çox idi. Mən o içəri girəndə gördüm ki, bütün hərbi hissənin həyəti əsgərlərlə heç ağlıma gəlməzdi ki, müharibə başlayır. Görüşdük orada, görüşdük, elə bir ki, qayıtdıq. Qayıtdıq, sərsi günü bildik ki, nəysə döyüş başlayıbdır. Biz də onunla əlaqə yaratdıq. Dedi ki, yox, mən hərbi hissəmdəyəm. Sonra
müəyyən sözlərdən sonra dedi ki, hə, yoldayıq, biz də gedirik. Onlar birinci Goranboy istiqamətində əməliyyata başladılar. Sonradan keçdilər Füzuli cəbhəsinə gətirdilər onlar. Bir də onun səhərsi günüdür. Ondan sonra danışan mənlə danışdı. Dedi ki, nömrələr verdi. Dedi, əsgər yoldaşlarımdır. Evlə danışmaq istəyirlər. Konturları yoxdur. Hə, hamısına kontur yüklədim. Biz uşaqlıqdan torunla bir yerdə böyümüşük. Çətin şəraitdə böyüsək də, qardaşımla ailəmiz bizə o yoxluğu çox da hiss elətdirməyiblər. Uşaqlıqdan musiqiyə bir getmişik, musiqi məktəbində bir otara gedib, mən əvvəl pianoya gedirdim, sonradan sənətimi dəyişdim, kamançaya daha meyilli idim. Qardaşım uşaqlıqdan çox zəhmətkeş olub, əvvəldə məşğul olanda, tarı əlinə götürəndə onun tarı qolu özünə ağır gəlirdi. O öyrəşdirə, zəhmət çəkə-çəkə tarı rahat sinəsində qaldıra bildi. Konsertlərdə bir iştirak edirdik, musiqi məktəblərinin konsertlərində, tədbirlərə bir gedirdik. Sədəf xalq çalğı alətlərində bir ifa eləmişik, o tarzda mən kamançada. Elə olub ki, üçlü ifalarımız da olub burada, xanəndələrlə birlikdə çox gözəl tədbirlərimiz olub. Doğrudan uşaqlıqdan biz çox mehriban olmuşuq. O mənə qardaşlıqdan daha ötə olub, daha üstpilli olub. Mən həm sirdaş, həm dost, dərdim olanda rahat bölüşə biləcəyim bir insan olub. Dostdan da artıq olub mənə. Qardaşımın əsgərliyi barədə danışmaq istəyirəm. Əsgərlikdə olanda qardaşımla danışırdıq, eləyirdik. Xəbərim var idi, məbudla bir yerdə idilər, oturub məşğul olurdular. Qardaşımla bir gün danışanda, avqustun hardasa 26-27-si idi, danışdıq. Onda mənə belə bir səs atdılar ki, inşallah gələn il səni də gözləyirik burada, bizə kamança lazımdır. O səs məndə hələ də durur. Son danışığım o oldu. Sentyabrın 26-sı son vaxtda getdik, görüşdük. Axırıncı görüşümüzdə də elə 20 dəqiqəlik görüş oldu. Çox belə çox danışa bilmədik, çox söhbət edə bilmədik. Amma şükür ki, heç olmasa o görüşdə biz onunla görüşə bildik, çətin olsa da. Müharibə başlayar-başlamaz da bizlə əlaqə saxlayırdı. Ana ilə daha çox əlaqə saxlayırdı. Son danışığımızda o 7-si oldu, oktyabrın 7-si. Qardaşımın şəhid olmamışdan qabaq, məsəl üçün onunla deyirdik, gülürdük. Sirdaşım tək dostum idi mənim. Onu itirəndən sonra mən çox belə bir neçə il kamança belə ifa eləmədim. Sonra amma başa düşdüm ki, düzgün bir şey deyil, qardaşımın xatirəsini yaşatmalıyam, ifa eləməliyəm, tədbirlərdə iştirak eləməliyəm. İndi iştirak elədiyim tədbirlərdə ancaq qardaşımla bağlı məlumat verirəm. Tədbirlərdə o qardaşım alınır, o özü mənim üçün fəxridir. Ailədə tək uşaq olmaq daha çox məsuliyyətdir. İndi mənim üçün 2 qat məsuliyyətdir ki, həm onların acılarını azaltmaq üçün, onun üçün çalışıram da. Bu həyatda məqsədim odur ki, onlar bir də pis gün görməsinlər. O müəllim adını o qədər sevirdi ki, həmişə gəlirdi, deyirdi ki, ana mən elə gözəl musiqiçi uşaqlar yetişdirəcəm ki, onlar hər tərəfli olsunlar. Mənim musiqiçi şagirdlərim çox olacaq. Bir dəfə də dedi ki, avtobusda mən ayaq üstə dayanmışdım, arxada mənim müəllim yoldaşlarım oturmuşdu. Biri avtobus boşaldı,
Bir müəllim arxadan dedi ki, Toğrul müəllim, gəl otur. Elə sevindim ki, gəldi dedi, ana, mənə müəllim dedilər. Çox sevindim, ana. Mənə qəribə gəldi ki, mən də müəlliməm. Mən də dedim, bəs sən də müəllimsən, konservatoriyanı qurtarmısan, artıq müəllimlik fəaliyyətinə başlamısan. Toğrul qısa ömrünə hər bir şeyi sığışdırdı. Tələbəsi də oldu, yetişdirdi. Mayın 6-sı idi, artıq çağırdılar onu. Mayın 7-sində də Ülvünün ad günü idi. Biz mayın 6-sı Ülviyə burada ad günü keçirdik ki, o qardaşı ilə keçsin. Hamı ilə görüşdü, amma mənlə görüşmədi. Arxadan boynunu qucaqladım. Dedim, Toğrul, bəs mənlə niyə görüşmürsən? Dedi ki, yəni, çox qıymazdı mənim ağlamağıma, bekef olmağıma. Ona görə mənlə görüşmədi ki, anam biraz ağlaya bilər, kövrələ bilər. Dedi ki, ana, sənlə niyə görüşüm ki, yaxına gedirəm də, budur, bura gedirəm, belə dedi. Uzaq getmirəm ki, yaxına gedirəm. Gələcəksiniz, bax, belə. Toğrul getdi hərbi xidmətinə. Biz onunla görüşə bilmədik. 5 ay pandemiya olduğu üçün görüşə bilmədik. İcazə vermirdilər görüşməyə. 26-sında çox çətinliklə, komandiri ilə Toğrulun atası əlaqə saxladı. Toğrulu bir 15 dəqiqə çətinliklə Toğrulunla görüşdük. Çox həyəcanlı idi. Dedi, biz Beyləqana gedəcəyik. Beyləqana gedəcəyik, ana. Ola biz dedim ki, bəlkə görüşə bilmərik. Ona görə mən biraz həyəcanlıyam. Elə son görüşümüz oldu Toğrulunla. Axırıncı danışığımız, onu deyirəm ki, məktəbdə mənlə danışdı. Hücumdan qayıtmışlar, dedi, belə də ana ata bilməsin. Dedi, ana, yuxumda gördüm ki, mənə yarım tort almısan. Yarım, bütöv yox. Dedim, Toğrul, şirinlikdir. Demək, siz qələbə çalacaqsınız. Biz şirin çay içəcəyik, tortla çay içəcəyik. Yəni, belə baxanda Toğrul bir musiqiçi idi, Toğrul hərbiçi deyildi. Amma o döyüşə də bir hərbiçi kimi qatıldı. Hərbidə də silahı ilə səngərə atıldı, düşməni məhv elədi. Yaralandı, amma yaralı olan vaxtı da bizə bildirmədi. Və yolda tapşırıb ki, atasının nömrəsini verib həkimə. Amma tapşırıb ki, qətiyyən mənim atam bilməsin mənim yaralandım, ailəm bilməsin. Çünki məndən də ağır yaralılar var. Mənim yaram bir şey deyil. Yəni, o yarasını cüzi hesab eləyib. Amma Toğrul ağır yaralanıb. Yəni, onu amma elə biraz iynə vurulmuşlar, özünə gəlirmiş, danışırmış. Ki, yəni, mənim ailəm bilməsin, əgər tapşırıb ona, əgər nəsə mənə olarsa, onda mənim ailəmə xəbər verərsiniz. Atasının ona verdiyi pulu verib həkimə kim onu aləmə çatdırarsınız. Toğrul tarını silaha dəyişdi. Səhnədən səngər atıldı. Düşməni məhv elədi. Minlərlə Toğrulumuz düşməni məhv elədi.
Xocalının, Başlıbellinin, Qaradağlının faciəmizin qisasını aldı. Çox şükürlər olsun. Həqiqətən də biz övladımızla fəxr elədik ki, onun döyüş əməliyyatında, bura gələn komandirlərində də tam Azərbaycan əksərinə məxsus döyüş biliyi olubdu, yaxşı döyüşürdü. Hamının övladı, hamı üçün əzizdir. O da bizim üçün döyüşündə də, əməllərində də böyük bir qəhrəmandır.